Allahümme salli ala Muhammed və ali Muhammed. Axşamınız xeyirli olsun dəyərli izləyicilər. Salamlayıram hər birinizi. Hadi TV Üz televiziya kanalında yayımlanan Hidayət Çeşməsi verilişini canlı olaraq izləyirsiniz. Mübarək Ramazan ayındayıq və bu gözəl ay münasibəti ilə hər birinizi təbrik edirəm. Allah Taala ibadət, itaətlərinizi ali dərəcədə qəbul eləsin və qarşıdan gələn ən gözəl bayram Həzrəti Əli ibn Əbi Talib Əmirəl-Möminin əleyhissalamın mübarək mövludu münasibəti ilə təbrik edirəm hər birinizi. Dəyərli tamaşaçılar, bu axşam çox maraqlı və insanın demək olar ki, həyatında ən mühüm məsələlərdən biri olan Allahla ünsiyyət ədəbləri haqqında danışacağıq. Biz ümumiyyətlə Allahla danışan zaman hansı ədəblər var, onları toxunacaq. Ümumiyyətlə Allahla ədəbli olmaq dedikdə nə başa düşülür? Dəyərli qonağımız inşallah onları sizə açıqlayacaq və sizə ekranda görünən WhatsApp nömrəsinə, həmçinin YouTube sosial şəbəkəsi üzərindən öz suallarınızı yazıb göndərə bilərsiniz. Dəyərli qonağımız sizin suallarınıza dəqiq və geniş formada cavab verəcəkdir. Mən vaxt itirmədən studiyamızın dəyərli qonağını təqdim edim və mövzumuza başlayaq. Dəyərli qonağımız çoxlarınızın tanıdığı cənab doktor Ustad Ramiz Muhammeddir. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmisiniz. Aleykümselam və rəhmətullah. Ustad, Allahla ünsiyyətin ədəblərindən danışaq ki, Allahla ünsiyyət quranda nə kimi ədəblər var, hansı ədəblər var? Ümumiyyətlə, Allahla ünsiyyət deyildə hansı ədəblər var? Bunları eşidək sizdən. Buyurun. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ala Muhammed. Allahümme sallim və təala. Mən də sizi və tamaşaçıları salamlayıram. Deməli, Allahla ünsiyyət insanın əsas yaranış hədəflərindən ən əsasıdır. Allahla ünsiyyət qurmaq. Amma ondan qabaq bir məsələni, biz ümumiyyətlə çalışacağım ki, bunu daha əhatəli danışaq. Çünki bu insanlar üçün biri var, insan həyatında məsələn məlumatlar toplayır, saxlayır, haçansa lazım olur ona. Bir də var, indi bizim hal-hazırda danışacağımız məlumat və yaxud bu elm, bu insanın elə eşidəcəyi andan yaşayacağı bir məsələdir. Yəni onun ehtiyacı var daim anba-an. Allahla ünsiyyət. Amma burada iki dənə istiqamətdə biz danışacağıq inşallah. Birinci ünsiyyətin özü və zəruriliyi. İkinci isə ünsiyyətin ədəb qaydaları ki, bizim ünvanımız da o idi, ədəb qaydaları. Amma ondan qabaq gərək ünsiyyətin özünə zəruriliyini danışaq. Ünsiyyətin özünü. Deməli, biz indi həmişə mən düşünürəm bizi dinləyənlərin, istəyirəm ki, onların düşündüyü şeydən danışaq. Yəni, onlara yad olmasın bizim danışacağımız mövzu və bizi dərdli insanlar da izləyirlər, dərdli insanlar. Və ümumiyyətlə, bu həyatda elə bir insan tapmaq olar ki, yəni dərdi olmasın. Ümumiyyətlə, heç vaxtı problem yaşamasın və yaxud o müdriklərdən biri anasına vəsiyyətində demişdi ki, məni elə ki, mən dünyamı dəyişsəm, sən mənə məclis qurarsan, yaxşı məclis qurarsan. Amma o məclisə elə bir gedərsən, axtararsan, qapısında heç vaxtı hüzür düşməyən, heç vaxtı yas düşməyən insanları dəvət eləyərsən mənim hüzuruma. Mənim istədiyim budur. Bu dünyasını dəyişir, anası bunun vəsiyyətinə əməl eləmək istəyir. Deməli, gedir, axtarır, elə kimdən soruşur, deyir ki, sizin qapıda, məsələn, yas düşüb, deyir, hə, düşüb. Hansı qapıdan soruşur, görür ki, belə bir adam tapmır ki, məclisə çağırsın, yəni qapısında heç vaxtı yas düşməsin. Gəlir anası, oradan başa düşür ki, bunun oğlu bunu vəsiyyəti ilə anasına elə bil çatdırmaq istəyirdi ki, yəni bu məsələ bizimlə başlamayıb, bizimlə də bitməyib. Yəni, bu məsələ hamının başına gələn bir şeydir. Ona görə dedim ki, bu dünyada, xüsusən də qeyd edirəm, bu dünyada elə bir insan yoxdur ki, o bir dərd yaşamasın. Ümumiyyətlə, mən indi istəyirəm biraz müzakirə apara. Mən həmişə belə verilişlərdə qarşı tərəfi təsəvvür edirəm ki, bizi izləyən tamaşaçılardır. Yəni, siz elmi səviyyə ilə cavab verməyin. O tamaşaçının, ümumi insanların düşüncəsi ilə cavab verin.
belə daha yaxın ola bilər inşallah insanlara. Ümumiyyətlə dərdli insan dedik biz, ki dedik dinləyirlər bizi. Dərdli insan nə istəyir? Dərdinin həll olması, problemlərin həll olması, xoşbəxtçilik. Yəni kimdən soruşsaq o belə deyəcək də, heç vaxtı Dərd istəmirəm. Dərd görməyim, hə. Məsələn, dualarımızda da fikir versəz, insanların bir-birinə elədiyi dualarda qohum əqrəbası, bunlar məsələn gəlib bir-birinə dua eləyirlər ki, Allah heç vaxt dərd yaşatmasın, dərd göstərməsin, bəla göstərməsin, çətinlik göstərməsin. Amma biz isbat eləsək ki, bu qeyri-mümkündür və bundan qabaqki o qissəni də dedim, bu qeyri-mümkündür dərd görməmək. Yəni burada biz təsəlli verə bilməyəcəyik insanlara ki, filan şey eləyin, ondan sonra dünyada və yaxud filan zikr eləyin, ya gəlin namaz qılın, ya məsələn filan eləyin, filan ziyarətə gedin, bundan sonra dərd görməyəcəksiniz. Bu mümkün deyil. Bu qəbul olunmayan istəkdir və duadır. Yaxşı, bəs əgər dərdi heç vaxt dərd görməyəcək, belə bir şey mümkün deyilsə bu dünyada, onda o nə istəyə bilər başqa? Məsələn, soruşsaq insanlardan indi sorğu keçirsək, nə istəyə bilərlər onlar? Başa düşsə ki, dərd ola bilməz ki, dərd görməsin. Dərd görməlidir. Bəzi şeylər, biz indi bunu açıqlayarıq inşallah, ya bu gün çatsaq, bu gün ya sonra, ki, bu dünyanın mahiyyəti belədir. Bu dünyanın mahiyyəti belədir. Mümkün deyil. Bu dünyada mütləq hamı dərd görməlidir. Baş verməlidir bu. Nə üçün, hikməti nədir? Bu bir cümlədə desək ki, insanın kamalı üçün bu lazımdır. Yenə sual gəlsə zehnə ki, nəyə görə Allah Taala kamalı dərdsiz vermiş? Artıq burada biz başlamalıyıq o bəhsi açmağa. Burada artıq məsələn ilahi hikmətdən danışa bilərik. Ondan sonra biz bəlalardan danışdıq, orada biraz işarə eləmişdik. Məsələn, ilahi hikmət bunu tələb eləyir və niyə görə bunu tələb eləyir? İnsanın mahiyyəti nədir? Burada əsas əslində insanın mahiyyətini izah eləmək lazım ki, oradan çıxır. Bu digər mövzudur, başqa bir mövzudur. Amma dərdli insan əgər başa düşür ki, bu dünyada dərdsiz keçmək mümkün deyil, o nə istəyər? Mən elə bilirəm ki, məsələn, qabaqcadan bilsin onu. Bilsin, hə, elə bir tədbir görsün ki, o dərdin ağır gəlməsin və yaxud da qarşısına ala bilsin. Elə çoxları fikir versəz, falçıları da kahinliyi buna görə gedirlər ki, görün məsələn, gələcəkdə pis bir şey olmayacaq, qabağını alım. Deməli, 2 dənə məsələ oldu da və bunun qabağını almaq mümkün. İndi əgər bu dünyada dərdsiz mümkün deyilsə keçinmək, düzdür? Qabağını almaq mümkün olacaq? Xeyr. Olmayacaq. Təbii ki, olmayacaq. Hə, deməli bu dünya dərdsiz olmayacaq heç vaxt. Heç vaxt. Nə qədər ki bu dünya var, heç vaxt olmayacaq. Hə, o istədiyimiz bu dünyadan sonraki orada maddi aləm deyil, orada dərdsizdir. Orada dərd yoxdur. Orada nöqsan yoxdur, orada itki yoxdur. Amma bu dünyada var. Və bilsə də qarşısını ala bilməyəcək. Yaxşı, bəs onda biz biraz adamın, bizi qulaq asanlar ola bilsin biraz darıxarlar ki, yaxşı onda adamın lap ürəyi sıxılır da elə bil ki. Bəs neyniyək? Neyniyək bəs? Əgər bu dünya dərd olacaqsa, dərdlə keçinəcəksə və bunun lap bilsən belə, qarşısını ala bilməyəcəmsə, bir də ki, dərddən dərdə fərq var. Məsələn, elə şeylər var ki, bilsə, səbr eləyə bilir. Elə şeylər var, çox çətindir səbr eləməsi. Çox çətindir. Adamı dindən çıxardır. Bəs neynəsin? Bir çıxış yolu olmalıdır. Çıxış yolu olmalıdır. İndi çıxış yolu elə bizim mövzumuzdur. Allahla ünsiyyət. Və bu insana lazım olan ən zəruri məsələdir. Allahla ünsiyyət. Deməli, bütün problemlərin həlli, yəni problemsiz həyat qeyri-mümkündür. Və bilsə də qarşısını ala bilməyəcək. Amma bilmək məsələsi. İndi biz yavaş-yavaş bunu təhlil eləyək. Problemsiz dünya qeyri-mümkündür. İddia budur. Problemsiz dünya qeyri-mümkündür. Niyə görə?
Çünki ümumiyyətlə bu dünyanı əgər biz təhlil eləsək, sadə təhlil eləsək, dünya 2 dənə addımdan əlavə bir şey deyil. Cəmi 2 dənə addımdır. Bir addım budur ki, bu dünyaya gəlmək, ikinci də addım bu dünyadan getmək. Cəmi 2 addımdır. Yəni dünya bu qədər bəsit, bu qədər yığcam, bu qədər sadə və qısadır. 2 addımın arasına yerləşən həddə qısadır. Və yaxud da bunu başqa bir formada desək, beşi ilə qəbir arasında. Dünya budur da. Dünya budur. Beşi ilə qəbir arasında. Tutardı. Allah Teala özü Quran-ı Kərimdə buyurur ki, Mulk surəsində Bismillahirrahmanirrahim. Əl-ləzi xələqəl mevtə vəl-həyat. O kəs ki, Allahı özünü buyurur. O kəs ki, ölümü və həyatı yaradıb. Dedi 2 addımdır. Ölüm və həyat. Ölümü və həyatı, indi məsələ budur ki, ölümü niyə qabağa çəkib? Burada da bir hikmətlər var. Ölümü və həyatı, ümumiyyətlə ölümü yaratmaq mümkün. Əgər ölüm yoxluqdursa, yoxluğu necə yaradarlar? Bu da bəhsdir, bir fəlsəfi bəhsdir. Amma ölümü və həyatı yaradan, o kəs ki, ölümü və həyatı yaradıb, niyə yaradıb? Öz hədəfini açıqlayıb Allah Teala ayənin davamında buyurur ki, liyabluvakum ayyukum ahsanu amala. Baxsın, görsün, yəni ki, sizlərdən hansınız daha gözəl əməl sahibisiniz. Fikir verin, imtahandırsa, imtahanda adətən nöqsanı tapıb çıxardırlar üzə ki, hələ burada desəydi ki, məsələn, belə də deyə bilər də, baxaq görək ki, hansınız daha pis əməl sahibisiniz. Yoxlayıram, görüm sizi, mən pisləri yaxşılardan ayırmaq istəyirəm. Vəmtəzül əyyuhəl mucrimun ayədə də var. Ey mucrimlər, ey günahkarlar, bu gün ayrılın o möminlərdən. Ayrılın. İndi burada deməli bir neçə dənə nöqtə var. Ümumiyyətlə ölümün özünün, ariflər deyirlər ki, ölümün özünün vücuddan zəif də olsa bir payı var. Ona görə də buna xəlq eləmək sadiq olur. Yəni təsdiqin tapır ki, və yaxud təhəqqüq tapır ki, bunu xəlq eləmək olar. Çünki vücuddan payı var. Bu xeyir və şər mövzularında daha geniş bəhs olunur fəlsəfi olaraq. Və yaxud da bir şeyin vücudu var, həmin ona da şər deyirlər. Şər yoxluqdur da fəlsəfi baxışda. Amma yoxluğun özü deyil. Yoxluğa səbəb olan şeyə də şər deyirlər. Ölüm həyatın itirilməsidir. Amma həyatın itirilməsinin özündə də diqqətlə əqli baxanda orada da bir var tapmaq olur. Yəni var, vücuddan payı var, amma zəif. Bu fəlsəfidir. Amma burada fikir versəz, hədəf insanların Allahın rəhmətinə baxın. Demədi ki, mən ölümü və həyatı yaratmışam ki, bu pisləri tanıyım. Yəni, hansınız daha pis əməl sahibisi, onları seçim tez cəzalandırır. Belə demədi. Allah Teala buyurur ki, görüm hansınız daha gözəl əməl sahibisi. Burada Allah Teala bilir də əvvəldən kim yaxşıdır, kim pisdir. Bu bizim üçün, bizim büruzə verməyimiz üçündür. Bəla bəhsində biz bunu danışmışıq. İndi biz başa düşdük ki, bu dünya həyat və ölüm arası, yəni doğulmaq və ölüm arasında, ikisi də təbii hadisədir. Arasında qısa bir məsafədir. Qısa bir məsafədir və bunun da hədəfi bu dünyanın yoxlamaqdır ki, yəni bizim hansımızın daha gözəl əməl sahibi olmağımızı üzə çıxarmaq üçündür. İmtahandır yəni. İmtahandır. Deməli, bu dünyanın mahiyyəti imtahandır. İmtahan da belədir ki, insanlar mütləq imtahana çəkilmək necə olur? İmtahan həmişə çətin olur. Adı hətta adı çətindir. Hələ biz, məsələn, tələbələr və başqa tələbələr də, məsələn, imtahan adı gələndə artıq onları stres tutur. Hələ imtahana girməyiblər. İmtahanın adı çox çətindir. Və o ki, qalmışdı, insanın biri var, məsələn, bu dünyada mən uzaqbaşı bir dərsdən qəbul olunmaram, kəsilərəm, yenə hazırlaşaram, gedərəm. Amma aqibət imtahanında bundan zarafat eləmək olmaz. Kəsilmək. Kəsildim. İkinci dəfə imtahan vermək. O da yoxdur, ikincisi də yoxdur, şans da yoxdur. Bu dünyada bitdi. Və bu dünya deməli mahiyyəti imtahandır. Və bunu
Buradan biz birinci iddiamızı ispat eləmiş oluruq Quran-ı Kərimlə dünyanın mahiyyətini açıqlamaqla ki, dünyada dərdsiz həyat yoxdur. Elə bir insan yoxdur ki, dərd görməsin. Elə bir illa istisna. İstidrac olsun. O da bundan da ağırdır. Dərd görsə bundan yaxşıdır. İstidrac, yəni insanı Allah öz başına buraxır. Niyə? Çünki hökmü verib ki, artıq cəhənnəmlidir. Bunun artıq xilası yoxdur. Belə insanlar dərd görmürlər. Belə insanlar öz ürəyi istədiyi kimi yaşayır. Hər şey eləyir. Görürsünüz ki, günah bəziləri bizdən soruşurlar. Bəs danışırsınız Allahdan, danışırsınız filan. Bəs yaxşı o namaz qılmır, filan şey eləyir, filan günahlar eləyir, çirkaba batıb boğaza qədər. Heç ona heç nə olmur. Məsələn, mən bir dəfə o bir dəfə istidrac məsələsini ki, Allah öz başına burax, onu artıq bu ağır məsələdir. Buna diqqət eləsinlər. Məsələn, bir nəfərə desən ki, Allah artıq sənə hökmünü verib. Artıq sən bitdin. Yəni nəzər artıq yoxdur səndə. Bitdi artıq. Ona görə məsələn onun üçün ağırdır. İndi məsələn mən o etiraz eləyən, sual verən adama soruşsam ki, bunu başa düşəndən sonra ki, istəyirsən sən də elə olasan. Heç ağırdır olan insan, yəni onu istəməz. Ağırdır. Və bu dünya deməli bəlalardır. İndi bir dənə məsələ burada mən bu ayəni oxuyanda, Mulk surəsi 2-ci ayəsini oxuyanda birinci ayəsinə də baxdım, dedim heyfdə orada bəzi məsələlər var. Çox maraqlıdır. Bir də ki, ünsiyyət mövzusunda biz buna yenə qayıdacağıq. Niyə görə? Çünki bir nəfərlə biz ünsiyyət qurmaq istəyirik. Bizim üçün indi hal-hazırda Allah Taala'dır da. Biz Allahı tanımamış və yaxud şəxsi tanımamış, onunla layiqli ünsiyyət qura bilərik. O nə bilir o hansı xarakterdədir, hansı zövqdədir, necə düşünür. Adam gələ biraz danışa, biraz münasibət qura, sonra ki, tanımaq üçün gərək biz qayıdacağıq bura yenə də. Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Təbarəkəllazi biyədihil mulk və huve alə kulli şeyin qadir. Varlıq aləmin, mulk, bəzilərdə mulk özü, mən baxdım təfsirlərə, deməli mulk bir mənada mələkutun müqabilindədir. Yəni bu dünya və mücərrəd aləm, axirət. Onun müqabilində bu dünya. Amma ümumi mənada götürsək, Allahdan başqa hər şey, mulk, yəni Allahın mülkiyyəti, yəni hər şey Allahın mülkiyyətidir. Bütün varlıq aləminin həqiqətləri, özü, əlində olan Allah, təbarəkəllah, uca, çox-çox bərəkətli və müqəddəsdir. Mən təbarəkəni mənalarına baxdım, bir neçə dənə mən bunların hamısını birləşdirdim. Yəni bir mənası müqəddəs deməkdir, bir mənası çox-çox bərəkətli, bərəkədəndir, bir mənası uca deməkdir. Bunların hamısı Allaha yaraşır deyə mən bunların hamısının mənasını götürdüm da birini götürmədim. Və Allah Teala bərəkədir və huve alə kulli şeyin qadir. Hər şeyə də qadirdir. Hər şey, yəni bütün mülk, bütün özündən başqa aləmin həqiqətləri hamısı bunun Allahın əlindədir, biyədihi, əlindədir. Əldəki, əlin də mənası var. Əl, yəni iş görən, icra edən. Yəni, indi o əl nədir? Məsələn, bu əl deyil ki, biz bilirik. Amma məsələn, əl mənasını deyirlər ki, əl-yəd mabihid təsərruf. Yəni, iş görən, o şeylə ki, işi görən vasitə. Nə ilə iş görürlər onunla? Məsələn, burada bir mənası, deməli, Allahın sifətləri, Allahın, ondan sonra bir mənası, deməli, qüdrət, Allahın sifəti. Çünki o sifətlər vasitəsinə və əsma vasitəsinə və yaxud da elə vilayət vasitəsi ilə iş görür və bu da yadullahdır. Allah nə ilə bu aləmdə iş görürsə, hətta mələklər də yadullah biz deyə bilirik. Bəzi işləri mələklər vasitə qoşunu dalar. Nə ilə iş görülürsə, o əldir, mənası. İndi ola bilər bir nəfər bəsit elmlə geçsin lüğətə baxsın, desin ki, gördü yəd bərabərdir əl. Bu sadə lüğətdir də, amma gedib elmi lüğətlərə baxsalar, çoxdur bu mövzu. Deməli, Allah Teala
Bunu mən elə sadə, qısa olaraq dedim, keçdim ki, yəni bütün mülk Allahın əlindədir və bütün hər şey Allahın əlindədir. Biz dərdə düşən insana müraciət edib deyirik ki, narahat olma. Sən də Allahın mülkiyyətindəsən. Sənin dərdin də Allahın mülkiyyətindədir. Bütün aləmlərin hamısı Allahın mülkiyyətindədir. Həyat Allahın mülkiyyətindədir. Ölüm Allahın mülkiyyətindədir. Əgər sən dəyişə bilməyəcəksənsə bu dərd bəlanı və buna müdaxilə eləyə bilməyəcəksənsə, sən burada bir çıxış yolun var. Narahat olma. Özünü tək hesab eləmə. Özünü tək hesab eləmə. Nə də küsmə Allahdan. Çünki sənin çıxış yolun qəlbinlə Allahla rabitə qurmaqdır. Əgər əlaqə qura bilsən Allahla, bəziləri elə bilir ki, mən namaz qıldım, yenə də problemim var axı. Belə deyirlər. O problem olmalıdır onsuz da. Sən gərək dünyadan çıxasan. Problem yoxdur. Əgər istəyirsənsə heç bir problemin olmasın. Allahdan, yəni bu dünyanı tərk eləməyi istə. Gedəcəksən, problemin olmayacaq. Bu dünyaya aid olan problemlərin bitəcək. Üstad, bəzən problemsiz dünya da insana quru gələ bilər. Qurudan əlavə insan təkamül eləyə bilməyəcək. Mənəvi təkamül eləyə bilməyəcək. Problemin mahiyyəti odur. Mahiyyəti odur. Gizli istedadların üzə çıxması və yaxud Allaha təqarrub, yaxınlaşmaq. Yəni problem əslində mənəvi baxsaq buna, irfani baxsaq buna, bu zəruridir. Bizə ehtiyacımız var. Ehtiyacımız var. Üstad, yəni dərd bərabərdir təkamül yolunda irəliləyiş, inkişaf. Dərdin mahiyyəti odur, bəli. Fəlsəfəsi odur. Yəni həqiqəti odur. Ondan sonra deməli bir dənə də məsələ var. Biz ikinci tərəfdən dedik ki, dərdli insan əgər dəyişə bilməyəcəksə, istəyəcək ki, bilsin nə gələcək, başına nə gələcək, onu bilsin, qarşısın. Biz dedik ki, qarşısını ala bilməyəcək. Amma bilmək ona ağrı yaşadacaq. Üstad, üzr istəyirəm, qarşısını ala bilməyəcək nə mənada? Çünki bəzi məsələlər var, belə deyək də, o bəzilər ki, gedirlər falçının yanına və yaxud da hər hansı bir yerə. Məsələn, deyir ki, sənin başına filan iş olacaq. Məsələn, filan işi görəcəksən. Onu, məsələn, öz aləmində zahir olaraq dəyişir. Məsələn, deyir ki, sən gedəcəksən, məsələn deyirəm, filan yerə qıçın sınacaq. Bu getmir həmin yerə. Belə dəyişim yoxsa ümumi o... Yox, ümumi mənada qədər var da. Qədər dəyişilməyəcək. O qədəri dəyişə bilməyəcək. Yəni, qədər nə mənada? Bəzi məsələlər var ki, məsələn, insan sonradan, o bəla onun üçün sonradan yazılır. Bunu dəyişmək olur, tövbə ilə, istiğfarla, bunlarla dəyişmək olur. Yaxud ruzisi azalır, filan olur. Bunları dəyişmək olur. Bəzi məsələlər də var ki, zəruridir, gərək olsun. Məsələn, deyəm, dərd gərək olsun. Bildiniz necə? O növü mühüm deyil. Növü ola bilsin ki, bir növü, məsələn, dərd çəkir insan, amma öz əməlinin nəticəsidir. Bunu istiğfar eləyəcək, uzaqlaşdıracaq. Və yaxud da hal-hazırda da elə qapısının astanasındadır ki, dərd bunu tutsun əməlinə görə. Bu tövbə eləsə o qaydacaq dağa. Bunu özü eləyib. Amma bir də var ümumi mənada dərd. Dərdsiz dünya yaşasın, bu qeyri-mümkündür. Qeyri-mümkündür bu dünyada. Amma bəzi şeylər var ki, onları öyrənə bilər. Öyrənə bilər, amma öyrənməsə daha yaxşıdır. Öyrənməsə daha yaxşıdır. Quran-ı Kərimə yenə də müraciət eləsək, 101-ci ayəsində Maidə surəsinin. Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu. Ey iman gətirənlər. La təsəlu ən əşyaə in tubdə ləkum təsukum. O şeylərdən soruşmayın ki, Peyğəmbərdən yəni. O şeylər haqqında yəni. Soruşmayın ki, açılsa pis olarsınız. Fikir verin, qarşısını ki, ala bilməyəcəksiniz. Və yaxud da insanın əcəli ilə bağlı. O dəyişmir. Əcəli ilə bağlı dəyişmir. Amma, məsələn, indi bir insan bildi ki, məsələn, filan kəsin yaxınına bu qədər ömür verilib. Və yaxud yaxını elə bir həyat tərzi yaşayıb ki, o, məsələn, müəyyən bəlaya mübtəla olmalıdır. Və onu bildi. Ona dözə bilməyəcək.
Təbii ki. Dözə bilməyəcək. Bu bir tərəfdən. İkinci tərəfdən kahinlik niyə haramdır? Niyə haramdır? Hikmətlərindən biri, mən bütövlükdə səbəbin, illətini danışmam. Hikmətlərindən biri budur ki, insanı süsləşdirir. Süsləşdirir. Yəni, insana qabaqcadan onun həyatını xəbər versələr, o insan kamalı tərk eləyəcək. Deyəcək, məsələn, falan vaxt mənim... Onsuz da olacaq da belə. Amma məsələ budur ki, yəni insanlar, əslində insanlar, bir dənə hikmətlə baxsaq bu məsələyə, kamal üçün yox, dünyada qalmaq üçün çalışırlar. Səhvdir bu. Bəli, təbii. Yəni, dünyadan getmək problem deyil. Kamala çatmamaq problemdir. Amma məsələn, indi bir nəfər gəlir, deyir ki, məsələn, bunun 5 il ömrü qalıb. Var belə, məsələn, xəbərlərə baxırıq da, 20 yaşında getdi, qəza elədi, dünyasını dəyişdi. Amma məsələn, bu doğulanda sağlam doğulub filan, hər şey yerindədir, yəni heç bir xəstəliyi yoxdur. Yəni, bunun ölməsi üçün bir səbəbi yoxdur. Bildiniz necə? Valideynlər də elə bilir ki, bu da bu getdi, 100 il yaşayar. Amma hardan bilsinlər ki, indi doğulan uşaq cəmi, məsələn, 18 il sizinlə olacaq. Onu indidən bilsələr, nə olar? Elə ömürləri 18-ə qədər qəm, qüssə, kədər. Qəm, qüssə. Amma onu bilmədən, onlar öz həyatlarındadılar, öz xoşbəxtlərində və ibadətlərindədirlər, kamala tərəf irəliləməkdədirlər, Allahla ünsiyyət, hətta Allahla ünsiyyət. Məsələn, onu bilsələr, Allahla küssərlər, Allahla ünsiyyətlər də kəslər. Amma onların küssələr, Allahla ünsiyyəti kəssələr, onlar kamala çata bilməyəcəklər. Bəlaya belə baxmaq lazımdır. Ona görə bilməmək lazımdır. Bilməmək lazım. Amma başa gələcək. Başa gələcək. Hamı baxsın özünə də, ailəsinə də, övladlarına da. Bir gün sağollaşmaq var. Məsələn, baxır, bir gün gedəcək bu da. Sən də, hamı. Sağollaşmaq var. İndi danışanda hətta kədərlidir, biraz adam ürəyi sıxılır. Amma həqiqət budur. İndi bu həqiqətin içində özümüzü itirməmək lazımdır. Bu həqiqətin içində küsməmək lazımdır, stresə düşməmək lazımdır. Burada Allahla ünsiyyət qurmaq lazımdır. Hətta məsələn, bu aylarda, məsələn, Rəcəb ayı, Şəban ayı, Ramazan ayı və digər aylar, Həc ayıdır filan, digər aylar. Məsələn, bu aylarda görürsünüz, xüsusi ibadətlər var. Bunlar hamısı insana kömək eləyir ki, ünsiyyəti düzəltsin. İndi biz danışanda deyəcəyik, məsələn, ünsiyyət üçün hansı şərtlər lazımdır? Bəli, inşallah, Üstad, o ünsiyyət üçün şərtləri ikinci hissədə davam edəcək. İnşallah. Hörmətli izləyicilər, qısa bir fasilədən sonra verilişimiz davam edəcək. Biz izləmədə qalın. Bəli, dəyərli tamaşaçılar, qısa bir fasilədən sonra yenidən sizinləyik. ATV televiziya kanalında yayımlanan Hidayət çeşməsi verilişini izləyirsiniz. Mövzumuz Allahla ünsiyyətin ədəbləri haqqında idi və dəyərli qonağımız ikinci hissədə həmin mövzunu davam etdirəcək. Sonra inşallah sizin suallarınıza keçid edəcək. Studiyamızın dəyərli qonağı cənab doktor Ustad Ramiz Muhamməddir. Ustad, qaldığımız yerdən davam edək. Allahla ünsiyyətin şərtlərindən danışacaqdıq. Buyur. Burada əslində yenə də iki cəhətdən danışa bilərik. Bir insanın Allahla ünsiyyəti, bir Allahın insanla ünsiyyəti. Çox mühümdür. Çünki insan istəyir. Amma Allah o ünsiyyəti qəbul eləyəndə də onun xüsusi əlaməti var. Deyəcək inşallah. Amma ümumiyyətlə mən bir dənə bu mövzularda xaliq və məxluq, Allah və bəndəsi, biz Allahın bəndələriyik də. Fikir verin, biz ayədə də oxuduq, verilişdən, fasilədən qabaq. Təbarəkəlləzi biyədihil mülk. Yəni, mülk Allahdan başqa dedik hər şey. Onun əlindədir. Biz də onun bəndələriyik. Bizim heç nəyi dəyişməyə qüdrətimiz yoxdur. Bir şərtlə ki, Allah istəsin. Təvəssüllə filan bəzi şeylər dəyişmək olur. Amma məsələ budur ki, mən ümumiyyətlə bir dənə qayda deyim. Bundan sonra bizi izləyən dostlarımız da öz həyatlarında buna diqqət eləsinlər. Araşdırmaq üçün, təhlil üçün Allahla bəndə arasındakı münasibətin təhlilində çox faydalıdır.
Allahın insan məxluqatı yaratmasında hədəfi, əsas meyar odur. Bütün proseslər, bütün hadisələr, bütün bu aləmdə və bu aləmdən də, bütün aləmdə, yəni, bu aləmdə bütün hərəkətlər həmin o meyarın ətrafındadır. Bəli. Buna diqqət eləsinlər. Nə demək istəyirəm? Yəni Allah Taala buyurur ki, kuntu kənzən məxfiyyə, düzdür? Gizli bir xəzinə idim. Əhbəbtu ən u'raf. İstədim ki, tanınam. Xalaqtul xalq. Məxluqatı yaratdım. Məsələ budur. Mən tanınmaq, fikir verin hara gedirik. Mən tanınmaq üçün, əslində tanınmaq Allaha lazım deyil. Bunu da başqa yollarla təhlil eləmişik biz haçansa başqa yerlərdə ki, Allahın heç nəyə ehtiyacı yoxdur. Əslində Allahı tanımaq məxluqatı üçün feyzdir. Kamaldır. Bəli. İndi mən yaratdım ki, tanınam, yəni mərifətullah. Düzdür? Əsas hədəf yaranışda, hədəf mərifətullahdır. Və bu tənzim, bunun ətrafında bütün əlaqələr, Allahla insan arasında əlaqə bunun ətrafında. Məsələn, bəlaya düşüb. Bəla, indi siz bunu götürdünüz, indi sual verirəm, bunun əsasında cavab verə biləcəksiniz. Məsələn, Allah niyə bəlaya salır insanı? Kamillik. Kamillik, yəni mərifətullah çatsın. Hər şey burada mərifətullah çatsın. Niyə namaz vacib eləyib? Mərifətullah çatsın. Niyə haramlardan çəkinməyə əmr eləyib? Mərifətə mane olur ona görə. Fikir verdiniz, bütün aləmdə hərəkət, yəni yoxdan vara çıxmaq, bir haldan digər hala keçmək, hamısı həmin bu hədəfə bağlıdır. Allahı tanımaq, mərifətullah. İndi bu mərifətullah bir dəfə də həmin mərifətullah əsasında insan qəlbi aramlıq tapır. Niyə görə? Çünki hədəf insan ruhunun, insan varlığının, vücudunun yaranış hədəfi Allaha çatmaqdır. Biraz da irfanı danışsaq, dərinə getsək, insanın həqiqəti Allahdır. İnsan Allah deyil ha. Bunu bəziləri səhv başa düşüblər, elə bizdən əvvəlkilər də, əsrlər əvvəl elə Nəsimini buna görə öldürdülər, Mənsur Həllacı buna görə öldürdülər. Yəni, demək istəmir ki, insan Allahdır. Amma insanın həqiqəti Allaha qayıdır. Nəfəxtu fihi min ruhi və yaxud da xaləqallahu Adəmə alə surətihi. Allah Teala Adəmi öz surətində yaradıb. Surət burada zahiri görünüş deyil, varlığa işarədir. Yəni bu aləmdə, bax indi buna bizə etiraz eləmək istəyənə mən sual verə bilərəm ki, aydınlaşsın deyə məsələ. Bu aləmdə əlinizi elə bir şeyin üzərinə qoya bilərsinizmi ki, Allahdan müstəqil varlığı olsun? Allaha ehtiyacı olmasın onun. Yaranışda da həyatını davam eləməkdədir. Desin ki, mən bu Allaha tanımıram və bu Allaha da ehtiyacım yoxdur. Elə bir varlıq var ümumiyyətlə. İnsan ya qeyri-insan? Yoxdur. Deməli, hər şeyin varlığı, hər şeyin həqiqəti hara qayıdır? Allaha qayıdır. İnnə ileyhi raciun. Ona qayıdır. Və yaxud hər bir şey Allaha qayıdır. Deməli, hər bir şey Allaha qayıdırsa və hər bir şeyin həqiqəti Allahdırsa, insan da ki, o şeylərin ən kamilidir, ən üstünüdür, düzdür? Əhsəni təqvimlə yaran. Ən üstünüdür və insan öz həqiqətinə tərəf hərəkətdədir. Hərəkətdədir. Ya eyyuhəl insan, innəkə kədihun ilə rabbik. Sən öz Rəbbinə tərəf can atmaqdasan. Və müləqih, kəthən. Bir can atmaqla ki, bir belə deyək də, bir canfəşanla, bir şiddətlə, könül, ürəklə Allaha tərəf can atmaqdasan. Sən istəyirsən bunu başa düş, istəyirsən başa düşmə. Sən fitrətin Allaha axtarır. Allaha tərəf gedir və müləqih. Ona mütləq çatacaqsan. Amma necə çatacaqsan? Hansı halda
o Onu dərk mühümdür. eləməsin. O mühüm, sənin xoşbəxtliyin, aqibətin ondan asılıdır. Ona görə də Allah Teala Qurani-Kərimdə deməli Rəd surəsində ayədə buyurur ki, Rəd surəsi 28-də buyurur ki, Bismillahirrahmanirrahim. Əllezine amanu. O kəslər ki, iman gətiriblər və tətmeinnu qulubuhum bizikrillah. Onlar ki, iman gətiriblər və fikir verin, iman gətiriblər, yəni Allahla tanış olublar bunlar. Onlar da dərd görür. Amma bunlar Allahla tanışdı. Allahla tanışdı, əvvəldə soruşdum ha, birdən bir nəfəri tanımasaq, mən onunla ünsiyyət qura bilərəm, qura bilmərəm. Bunlar Allahı tanıyır. Ona görə bunların ünsiyyəti gözəl alınır Allahla. Ünsiyyət alınan kimi, bax gəlirik əsas məsələ, ünsiyyət alınan kimi artıq insan aramlıq tapır. Ayənin mənası. Ayədə bu ki, və tətmeinnu qulubuhum. Və onların qəlbləri aramlıq tapır. Nə ilə? Bizikrillah. Allahın zikrinə. Ondan sonra bir şey, əla bizikrillah. Qayda deyir. Bunlar təkcə deyir. Bəli. Bunlar təkcə belə deyir. Hamı belə ola bilər. Əla bizikrillah. Diqqət edin, bizikrillahi tətmainnul qulub. Ümumiyyətlə qəlb Allahın zikri ilə, xatırlamaqla, ünsiyyətlə, zikri burada siz məna eləyin, fərqli məna. Deyin ki, ünsiyyət. Yəni, ünsiyyət də zikrin növlərindən biridir. Yəni, Allahla ünsiyyətlə aramlıq tapır. Ümumiyyətlə, qayda belədir, qəlbin işi belədir. Ona görə də indi dediyimiz kimi də vaxtımız çatmır. Amma sonra inşallah ikinci, ən azından bir mövzuda 2 dənə danışa bilirik də. Bəli. Elə biz buna görə rəhbərliyə təşəkkür edirik ki, doğrudan bu bizim üçün bu şəraiti yaradıblar ki, biz insanlarla belə canlı ünsiyyətdəyik və çox dərdlilər var, çox narahatlar var, çox küsənlər var ki, biz onlara müraciət edirik, onları barışdırmağa, Allahla barışdırmağa gəlmişik və onlara ümumiyyətlə problemlərdə boğulmamağı yolunu göstərmək istəyirik. Bu da ki, təcrübə ilə, ustadlardan öyrəndiklərimiz, elmlərlə, kitablardan oxudub, yəni oxuduğumuz məlumatlarla, bunlarla ələ gəlir. Yəni təxmini deyil. Bunların hamısının arxasında möhkəm sözlər var. Möhkəm sözlər var. Ona görə də burada çatdıra bilmədik, amma Allahın insanla ünsiyyətinin əlaməti var. Allah bir iş görür ki, çox maraqlı, bunu deyim, gözləsinlər sonraki bəhslərlər. Allah bir iş görür ki, bir əlamət, hamı da belədir. Bunun üçün arif olmaq lazımdır. Elə bir iş görür ki, insan başa düşür ki, Allah buna ünsiyyətə keçib. Allah bunun ünsiyyətini qəbul edib. Bu böyük bir şeydir. Amma eyni zamanda da müəyyən olunması da, başa düşülməsi də sadə bir şeydir. Amma onun üçün mən biraz danışmalıyam. Ona görə burada İnşallah növbəti verilişdə. İnşallah. Bir də insanın Allahla ünsiyyətini, inşallah ədəbini, ərkanını, Allaha ümumiyyətlə müraciət forması, hər şeyin ədəbi vardır. Allah özü alim, hikmət sahibi, hikmət özü də özü hikmət olduğuna görə o sevir gözəlliyi. Allahu cəmil, yuhibbul cəmal. Hər nə gözəldirsə sevir. Ədəb də gözəldir. Ona görə Allah onu sevir ki, Allahla danışanda ədəbə riayət olunsun. İnşallah biz bunları danışacağıq. İnşallah Ustad. Ustad, mən bir zehnimə gələn bir şey demək istəyirəm, ondan sonra sualları keçirəm. Siz buyurdunuz ki, Allahın insanla və insanın Allahla və Allahın insanla ünsiyyəti var. Allah insana o imkanı verməsə, insan ünsiyyəti qura bilməz. Mən belə başa düşdüm. Və ən mühümü də ki, Allahın insanla ünsiyyət qurmasıdır. Mən belə başa düşdüm. Bəlkə də səhvdir. Çünki insan Allahla rabitə qurur, ünsiyyət qurur, danışır, dua eləyir, dərdini deyir və burada ona gələn cavab mühümdür. Burada rəhmət məsələsi, siz elə bir mövzuya toxunursunuz ki, mən danışmasam. Bəli, ondan sonra rəhmət məsələsi, rəhmə rəhmaniyyə var, rəhmə rəhimiyyə var. Rəhmə rəhmaniyyə ilə Allah hamı ilə ünsiyyət qurub. Yəni öz nemətləri vasitəsindən, öz feyzi vasitəsindən ünsiyyət qurub. Bir də var rəhmə rəhimiyyə, xüsusi ünsiyyətdir bu. Necə ki deyirlər, Rəhman məsələn ümumidir, amma Rəhim o xüsusi bəndələrdir. Bəli, burada da xüsusi ünsiyyətdir. Biz o xüsusidən danışmaq istəyirik. İnşallah növbəti verilişdə danışarıq Ustad. Ustad, bir neçə mesaj var, onu vaxtımız olduğu oxuyaq. İnşallah bir səsli mesaj dinləyək.
Salam aleyküm, axşamınız xeyir. Aleyküm salam və Ramiz rəhmətullah. müəllim, bu çətinliklər, bəlalar müsəlman üçün, belə deyək də, Allaha çatmaq üçün, cənnətə getmək üçün, bir inkişaf üçün bəli, siz yaxşı dediniz, lazımdır. Amma bu çətinliklər məsələn kafirlərdə də ola bilər də, ateistdə də ola bilər ki, Allahı qəbul eləməyən bu kafirlərdə də ola bilər. Bəs onlar üçün o çətinliklər nə olur? Və xahiş edirəm o barədə də biraz açıqlayardınız. Onlara yəni o çətinliyin bir xeyri varmı axirətdə? Bəli, təşəkkür edirik. Allah razı olsun. Buyurun ustad. Bəli, Allah elə biraz bundan qabaq dedi, rəhmə rəhmaniyə, Allah hamıya rəhmət eləyib əslində. Ateistdir, nə qədər ki hökmü verilməyib, nə qədər ki artıq onu öz başına, hələ ki öz başına buraxmayıb, ona bəla göndərir ki, o ayılsın. Məsələ, burada dəyərli izləyicimiz bir məsələni diqqət eləsin burada deyib, amma burada biraz xırda bir, incə bir məsələ var. Ümumiyyətlə, bəlalar cənnətə getmək üçün deyil. Bəlalar birbaşa Allaha yaxınlaşmaq üçün deyil. Bəla vasitədir. İnsan həmin bəlaya münasibəti ilə, həmin bəlanın müqabilində, qarşısındakı rəftarı ilə Allaha yaxınlaşacaq və yaxud cənnətə gedəcək. Gördünüz necə? Yəni bəla gəlibsə, çünki bəla gəlibsə o dəqiqə cənnət demək deyil. O bəlanın qarşısında o nə reaksiya verəcək? Mühüm odur. İnsanın əyarını müəyyən edən odur. Yəni o bəladan üzü çıxacaq yoxsa yox? İbrət götürəcək ya götürməyəcək. Məsələn, kafir, ateist, kafir fərq və yaxud günahkar. Ona bəla gəlir. Amma o bəladan ibrət götürmür. Yəni belə demək olmaz ki, kimə bəla gəlibsə o da cənnətə gedəcək. Yox, bəla gəlir ki, o xalisləşsin, onun əyarı qalxsın. Biz əvvəlki bəla mövzusunda danışmışıq. Bəla gəlir ki, onun əyarı yüksəlsin. Qızıl kimi də. Loğman Əleyhisselam öz oğluna demişdi, oğlum, qızıl və gümüş alovla, odla yoxlanılır, təcrübə olunur. Mömin də bəlalarla. Ona görə bəla gələndə o kafiri istəyir xilas eləsin oradan. Əgər o nəticə çıxartmırsa, əgər o reaksiya doğru vermirsə, ümumiyyətlə qəbul eləyək, belə deyək də, o bəlanı qəbul eləmək, yəni bəlaya ağıllı yanaşmaq və oradan ibrət götürmək. Əgər bunu eləyə bilmirsə, onun üçün heç bir faydası yoxdur. Əksinə onun üçün höccət, əlavə höccət gəlir. Yəni, bir dəfə o artıq axirətdə yalvarıb yaxarsa, ona neçə dənə bəla gəlibsə, bütün bəlalar onun əleyhinə höccət olacaq ki, neçə dəfə səni ayıldımağa çalışdıq. Bəli. Növbəti bir sual oxuyum. Salam aleyküm, necəsiniz? Aleyküm salam, təşəkkür edirik. Allah sizləri qorusun. Ustada sualım belədir. Allaha yaxınlaşmaq istəyən adam dost və yaxın tanışlarından uzaqlaşıb onlarla əlaqə saxlamamalıdırlar. Onlar həmin şəxsdən kömək istədikdə onlara biganə yanaşıb, hətta onların suallarına cavab verməməlidirlər. Əslində elə Allaha yaxınlaşmaq istəyən insan Allahın rənginə boyanır. Və onun da rəhmaniyənin bir təcəllası olur. Yəni hamıya mərhəmətli olur. Əslində elə o insanlara xidmət eləmək, ondan sonra alimlər, ariflər deyirlər ki, yüksək ibadətlərdən biri də insanlara, xəlqə xidmətdir. Bunlar Allaha yaxınlaşmaq istəyən insanın xüsusiyyətidir. Ola bilsin o tamaşaçı, o izləyici bir şey eşidib, onu burada tətbiq eləyəndə ola bilsin yerinə düşmədi. Yəni, nə demək istəyir? Ola bilsin, mən belə başa düşürəm, çünki bu mövzu var. Qəlbindən çıxartmaq Allahdan digərlərini. Nəinki dünyada. Allahdan digərlərini qəlbindən çıxartmaq. Yəni, qəlbin bağlanması olmasın onlara. Amma ünsiyyət olmalıdır, xidmət olmalıdır, onların qulluğunda dayanmalıdır. Bəli. Ustad, növbəti sual belədir ki, salam, əgər bizim ruhumuz o dünyaya gedirsə, onda sağ olan peyğəmbərlər cisimləri ilə ora necə gedirlər? Bu ola bilsin ki, o dünya deyəndə meyrac məsələsinə işarə eləyir və burada da kəlamda da bəhs var ki, görəsən peyğəmbərimiz meyracda dəfələrlə meyrac olub və meyrac orucdur da, yəni bu dünyadan çıxıb mələkut aləminə seyr eləmək
cismanidir yoxsa ruhanidir. Bizim əqidə, bəzi əqidə məzhəblər deyirlər ruhanidir təkcə. Biz amma deyirik ki, həm cismani, həm ruhanidir və cismi ilə bu da peyğəmbərin möcüzələrindəndir. Mümkündür. Yəni Allahın iradəsi ilə bunu daha geniş danışmaq olar. Elə bilirəm ki, yeri bura deyil. Bəli. Salam, axşamınız xeyirli olsun. Aleyküm salam. Hörmətli ustad da salamlayırıq. Cəhənnəm necə bir şeydir? Orada insanın vücudu necə olacaq? Cəhənnəm əslində əzab, ağrı verici əzabdır. Amma cəhənnəm mən bilmirəm də. Burada məsələ budur ki, biz izləyicilərimiz, tamaşaçılarımızla birbaşa ünsiyyətdə deyilik deyə mən onun fikrinin alt qatında hədəfini bilmirəm. Məsələn, bu suallardan zehnimə gəlir ki, məsələn, o nə deyə bilər, nə soruşmaq istəyir. Məsələn, orada bəzi sözlər var. Cəhənnəm, ümumiyyətlə, cəhənnəmin həqiqəti barəsində. Yəni, belə təsəvvür, sadə insanlar zahirdən belə təsəvvür edir ki, bir oddur, qazandır, orada yanır, qaynayır, atırlar ora, yandırırlar filan. Amma cəhənnəm bir dənə məqamdır. Məqamdır, yuxarı məqam deyil. Alçaq, insanın alçaq məqamıdır və orada əzab, mənəvi əzabdır. Mənəvi əzab var. Bir məsələ. İkinci məsələ də budur ki, cəhənnəmdə bütün pərdələr götürülür. Yəni, insan öz həqiqəti ilə oradadır. Cənnət və cəhənnəmdə fərq yoxdur. Öz həqiqəti ilə orada, axirətdir də. Oradadır. Əgər bu dünyada necə yaşayıbsa, bunu əsas söz elə bilirəm budur. Bu dünyada necə yaşayıbsa, onun cəhənnəmi də o şəkildədir. Əgər bir insan bu dünyada şəhvəti ilə, filanı ilə ancaq bunun qurbanı olubsa, şəhvətbazlar orada məsələn uzunqulaq, həqiqəti uzunqulaq ya donuz formasındadır. Bilmirəm, məsələn, təkəbbürlülər məsələn daha alçaq, xırda həşəratlar formasındadır. Yəni cəhənnəm belə bir şeydir. İnsan öz həqiqətinə, hələ bu dünyada məsələn burada təhzir eləmək lazımdır, insanları çəkindirmək lazımdır. Məsələn, cəhənnəmdən necə çəkindiririk biz? Cəhənnəmin həqiqətini danışmaq qəşəng sualdır. Cəhənnəmin həqiqətini danışmaqla. Cəhənnəmin həqiqəti nədir? Burada sadəcə olaraq bir insana məsələn mən soruşsam ki, birdən ariflər belə deyirlər, bəzi sufi ustadları deyirlər ki, sən öz qəlb istəyirsən biləsən Allaha yaxınsan yoxsa yox. Öz qəlbi məsələn bir qaba töküb, çıxardıb cəmaatın içində rahat gəzdirə bilirsənsə, ondan çəkinib utanmırsansa, bil ki, Allaha yaxınsan, paksan. Yəni, sənin iç üzün, sənin bütün gizlətdiklərin, hər şey açılsa bir anda, hamının gözü qabağında, nə hiss eləyərsən? Bəzi insanlar çox utanar və çox narahat olar. O cəhənnəm belə bir şeydir. Bəli. Ustad, bir neçə dəfə yazıblar sizlə bu fəlsəfə, irfan tədrisi ilə bağlı yazırlar ki, bir iki dəfə yazmışlar ki, ustad fəlsəfə və irfan məntiq tədris edir yoxsa yox? Bu sualdır. Bir də ki, yazırlar ki, bu dəfə də artıq sual deyil. Belə də bir növ xahiş yazırlar ki, ustad məntiq, fəlsəfə və irfan dərsi keçsin lütfən. Tədrisin, yəni sizdən istəyirlər. Onu indi inşallah. Hal-hazırda ki, onlayn yoxumuzdur. Yəni inşallah olanda, yəni elə HTV nömrəsini yazırlar, biz də yönləndirək sizə. Əgər icazə olsa nömrə ilə sizin özünə şəxsi olaraq əlaqə saxlayırlar. İnşallah. Artıq o yəni olanda Ustad, YouTube izləyicisi yazır ki, salam aleyküm, mənim tez-tez ölənim yuxuma girir. Ağlaya-ağlaya ayılıram. Bunun əməli nədir? Zəhmət olmasa cavablayarız. Yəni bu niyə gəlir də belə deyək? Bir neçə dənə səbəbi var. Bir neçə dənə səbəbi var. Amma ümumi mən indi vaxtımızın azdığına görə 6 dəqiqə vaxtımız var. Bir səbəbi 6 dəqiqə varsa heç olmasa bir 2 dəqiqə danışa bilər. Bəli, buyurun. Məsələn, bir səbəb budur ki, insan psixoloji olaraq xəyal, təxəyyülü var. Psixoloji olaraq məsələn deyirəm, dünyadan getmiş bir məsələn insanını axırıncı vaxtlarda narahat gördüyünə görə onun psixoloji təsirlənib və həmişə yuxularda da adətən o halı görəcək ya başqa formada, amma narahat halını görəcək. Çünki onun o halından son
vaxtlarından o təsirlənib, özü narahat olub, ya Bəli. sıxıntı keçirdib. Həmişə görəcək ki, ya xəstədir, ya orada ağlayır, yəni narahat olmasın bu cəhətdən ki, bəlkə oradakı halını görür, narahat olur. Məsələn, bir nəfərin anası məsələn xəstədir yanında, dünyasını dəyişirsə, o xəstəliyindən övlad necə narahat olur, onun xəstəliyinə görə istirab keçirdir. Həmişə o anası dünyasını dəyişəndən sonra da yuxularına belə gəlir. Ki, elə narahatdır, elə nəsə nigarandır filandır. Elə düşünə bilər ki, bəlkə də orada narahatdır. Amma bu belə deyil. Yəni bu onun təxəyyülünün nəticəsidir, məhsuludur. Bəli. Ona görə narahat olmasın. Əgər belə orada hər hansı bir problemi də varsa, öz dünyadan getmiş əzizi üçün çoxlu salavat zikirləsin, ehsanlar versin və Quran oxutursun. Xüsusən də Yasin surəsi, Bəqərə surəsi fərqi yoxdur. Yəni Quran çoxlu oxutursun, onun adına ehsanlar versin. Orada onun üçün rahat olacaq. Bu Allahın vədidir və rəvayətlərdə biz bunu görmüşük, mötəbər rəvayətlərdə. Narahat olmasın inşallah. Bəli. Üstad, soruşurlar ki, təbərrük nədir? Təbərrük bir şeydən bərəkət almaq. Yəni məsələn deyirəm, bir ziyarətgaha biz gedirik. Orada məsələn, misal üçün orada elə zərihin özünə toxunuruq. Oradan, çünki bu artıq mənəvi məqamlardır. Bunu indi çox biz danışa bilmirik. Çünki bizi ümumi insanlar izləyir. Bəziləri inanır, bəziləri inanmır, bəziləri müxtəlif yollara yozur, bəhanələr. Yozurlar, bir şey bəhanə axtarırlar. Bunları biz danışa bilmirik. Ümumiyyətlə mənəvi aləm belədir ki, onu gərək məhrəmə açasan. Məhrəmə açasan. Mən üstü örtülü deyirəm. Üstü örtüləm, lazım olsa kimsə onun mənəvi tərəflərini də danışa bilərik. Yəni bir insan, məsələn İmam Rıza əleyhissalam, misal üçün, ya burada xanım Məsuma salamlar, bu Allahın dostudur, övliyalardandır. Bu Allahın dostu, Allaha yaxın olduğuna görə bunun mənəviyyatında, bunun vücudunda nuranilik var. O nurani işıq demək deyil, nuranilik var. Biz nurani həqiqi mənada deyirəm. O nuranilik olduğuna görə insan hətta dostun dinindədir və yaxud bir nəfərlə siz çox oturub dursanız ondan təsirlənirsiniz. Bu da belə bir şeydir. İnsan təsir götürən varlıqdır. Təsir eləyən və təsir götürən varlıqdır. Ora yaxınlaşanda, oradan nuraniyyətindən təsirlənəndə, özünə bir nuraniyyət götürəndə buna deyirlər təbərrük. Alimlərdən də ola bilər, müqəddəs məkanlardan da ola bilər, əşyalardan da ola bilər. Əşyalarda məsələn Qurani Kərim. Qurani Kərimdən götürə bilərlər. Ondan sonra və yaxud məsələn namaz qılır. Namaz qıldığı məsələn gecə namazı, elə gündəlik namazları o düzgün yerinə yetirir falan. Hamısı bu nuraniyyətdir. Onun möhürü məsələn artıq o möhüründən təbərrük götürə bilər. Onun nuraniyyətindən istifadə edə bilər və onun həyatında müsbət təsirləri var. Təkcə təsirlər deyəndə insanlar bəziləri gedirlər, baxırlar, hə bunu elədim, müsbət təsir, pulum çoxalmadı. Mən puldan danışmıram. Mən mənəvi aləmdən danışıram ki, bir gün o mənəviyyatların üstü açılanda, onda insan biləcək ki, nə qədər məsələn Allahla ünsiyyətdə, ya Peyğəmbərlə, ya Əhl-i Beyti ilə ünsiyyətdə, ziyarətgahlar da bu ünsiyyət, əslində ziyarətgahlar Allahla ünsiyyət vasitələridir. Bunlardan nə qədər nuraniyyət götürüblər həyatında. Mən birdən balaca bir 20-30 saniyəlik bunu danışım, o təsirdən mən istəyirəm danışım. Bir nəfər, kitabda oxumuşam bunu, deyir ki, bir nəfər alimlərdən birinə, mən həmişə salavat zikirləyirdim, onu xatırlayırdım, dünyadan gedib. Həmişə xatırlayırdım, salavat zikirləyirdim. Ondan sonra bir gün zehnimə gəldi ki, mən buna bu qədər salavat demişəm, bu qədər xatırlamışam. Bunun mənim həyatımda heç təsiri yoxdur, bu mənə heç bir nəzər eləmir özü axirətdən. Çünki axirətdən nəzər eləmək, daha bəziləri elə bir ki, onlar ölüblər, getdi, sən burada, belə deyil, onlar səndən daha diridirlər. Məsələ bu, həqiqəti biz açsaq, danışsaq. Həzrət Əleyhisselam bir hədisdə deyir ki, insanlar ölən zaman ayılacaqlar. Bəli, onlar səndən daha diridir və nə demək istəyirəm daha diri? Yəni əhatəsi və qüdrəti daha çoxdur. Onlar sənə nəzarət eləməyi, sənin onlara nəzarət eləməyindən daha şiddətlidir. Bu da onu deyir ki, məsələn, oradan niyə mənə nəzarət eləmir? Deyir, mənə məlum oldu, ayan oldu, açıldı ki, həmin o şəxs, alim, ya yuxuda, ya yarı yuxu halında, ya buna mükaşifə edirlər də.
Açıldı, dedi ki, bəs sən deyirsən ki, biz sənə nəzər Nəzər eləmirik. Filan vaxtı filan müşkülün vardı, həll olmurdu. Birdən həll oldu ha. Bəs nədir? Hə, o nə idi bəs? Elə bizim dualarımız nəticəsindədir. Çox gözəldir. İnsan, məsələn, böyük insanlarla ya məsələn müqəddəs insanlarla, başda peyğəmbər və əhl-i-beyti, ondan sonra onlara tabe olan mömin insanlar, alimlər, seyyidlər, onlarla ünsiyyətdə olub, onlardan təbərrük, elə onun davamında deyirəm, nuraniyyət əldə eləsə, onlarla ünsiyyətdə olsa, bu həyatında o bəlalar onsuz da dediyi qaçılmazdır. Orada özünü itirməyəcək, o bəlalarla doğru rəftar eləyə biləcək, aram olacaq, rahat olacaq inşallah. Çox təşəkkür edirik. Allah elmizə, ömrünüzə bərəkət versin. Həqiqətən çox mənəvi bir həm veriliş, mən deyərdim, həm bir ab-hava oldu. İnşallah qismət olar növbəti verilişlərdə də yenə belə bir gözəl mövzularına xidmətinizdə oluruz. Allah razı olsun. Dəyərli tamaşaçılar, bu gün də bir hidayət çəkməsi verilişin sonuna gəlib çatdıq və sonda ustadan danışdıqlarından bunu demək olar ki, çalışaq heç vaxt Allahın nəzərindən düşməyək. Düşməmək üçün də gələn bəlalara ləbbeyk demək lazımdır ki, insan həmin kamillik yolunda irəliləsin, kamillik yolunda inkişaf eləsin ki, mərifətullaha çatsın və insan da elə bunun üçün yaranmışdır. Və bəla istəyərkən də Allahdan bunu da istəmək lazımdır ki, Allah həmin bəlaya dözə biləcək bir səbir ver mənə. Növbəti verilişdə görüşmək ümidi ilə sağ olun, gecəniz xeyir.